Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Biz yenə də Sabirabad rayon xəstəxanası ilə bağlı burada yeni məsələlər açılıb. Onunla bağlı sizi məlumatlandırmağa davam edirik. Demək, bu günləri bilirsiniz ki, daha doğrusu bir neçə gündür Sabirabad rayon mərkəzi xəstəxanasında baş vermiş hadisələrlə bağlı açıqlamalar veririk. Yəni orada kiçik tibb bacısının döyülməsi faktı. Ondan sonra orada rüşvətxorluq, korrupsiya faktları. Ondan sonra əhalinin, Sabirabad cəmaatının kütləvi şəkildə narazılığı və Sabirabad mərkəzi rayon xəstəxanasında yeyinti məsələsi ilə bağlı biz aydınlıqlar verdik və bundan çox qəzəblənən keçmiş gömrük şefi Səfər Mehdiyevin bacanağı Sabirabad rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Həsən Hüseynov qəzəblənərək döydürtdürdüyü və yaxud da döydüyü Xalidə xanıma bugün günorta radələrində, saat 13 radələrində zəng vurub, ona deyib ki, indi bura Xəzər televiziyası gəlir çəkilişə, sən gəl burada danış, ərzə yaz könüllü, işdən çıx və açıqlama verək Xəzər TV-yə ki, sən könüllü şəkildə işdən çıxmısan və bizdən də şikayətin yoxdur. Və bunu da Xalidə xanım imtina edəndə başlayıb Xalidə xanımı ölümlə hədələməyə, səni siləcəm yer üzündən, silərəm səni və yaxud da ki, digər məsələlərlə bağlı başlayıb buna hədə qorxular gəlməyə və ona deyib ki, sənə Sabirabad xəstəxanasının kollektivini yığacam, səndən ümumi kollektiv adından şikayət elətdirəcəm baş prokurorluğa, müxtəlif buna hədə qorxular gələrək bunun barışıq ərzəsini almaq istəyir. Qısa lakonik şəkildə desək. Demək, biz də hardasa günorta radələridir, ofisdə biz çalışmalardaydık. Birdən mənə bir səs atıldı. Mən o səsdə vahiməyə gəldim, yəni insan bu qədər qorxarmış və o mənə bildirdi ki, mənə Həsən Hüseynov zəng vurub indi məni ölümlə hədələyir. İndi mən həmin səsi sizə göstərəcəm, dinlətdirəcəm daha doğrusu. Buyurun, baxın. İnanın Həsən müəllim məni indi çağırıb, mənə deyir ki, sən siləcəm deyir. Ged ərzələrimi götür deyir dala, çəkiliş gələcək. Mən çəkilişə deyir, nə cavab verim, xahiş edirəm, tədbir görsünlər. Mənə deyir, ərzəyə bir çıx işdən deyir, mənə şirməsən Həsən müəllim. Mənə də qorxu gəlir, deyir, öldürəcəm sizə, dedim, balalarım var mən. Himayəmdə görmə balalarım var. Mənə kömək edin. Qurban olum sizə. Mən sizə sıxınmışam. Azad müəllim, qurban olum sizə. Mən sizə sıxınmışam. Bilirəm siz kömək edirsiniz. Qurban olum. Mənə deyir ki, ərziləcəm. Tez ol deyir və ərzələri götür dala. Mən kömək edirəm. Deyirsən yaşamayacaqsan. Niyə? Səbəb nədir? Deyirəm, Həsən Hüseynov, mən işimlə bərpa elə. İşimlə bərpa elə. Budur, əziz dostlar, gördüyünüz, bax bu faciə, bu dəhşətli dərəcədə. Mən də ona dedim ki, gördüm qorxur, xanım ağlayır, dedim uşaqlarını götür, çıx evdən. O da dedi, mən uşaqlarımı götürüb gedirəm qaynanam gilə qorxusundan. Yəni ki, bu nə dəhşətli bir şeydir, biz harada yaşayırıq. Mən buradan təbibin rəhbəri Vüqar Qurbanova, ay Vüqar müəllim, belə adamlar sizə yaraşmır, siz islahatçı, siz bu təbibə gələndən sonra təbibdə nə boyda işlər görmüsünüz, digər xəstəxanalara gedin, görün nə qədər gözəl bir rəftar var insanlarla, rüşvətxorluq, rüşvət demək olar ki, minimum həddə indirilib, sizin sayənizdə
Bu nədir bu? Bu mafyoz qruplaşmadır. Bu kimdir bu? Səfər Mehdiyevin bacanağı, bu arxayın da ona da yəqin ki, bu adam haqqında niyə tədbir görülmür? Axı, mən göstərdim burada. Mən burada göstərdim. Baxın, bu adam, baxın, baş prokurorluğun məktubudur. 1.600.000 manat yeyinti olub orada. Bir ilə yaxındır ki, prokurorluq deyir ki, burada istintaq gedir. Bir ilə yaxındır bu adam 1.600.000 manat pulu yeyib, lakin vəzifəsində oturub işini də görür. İndi aldığımız məlumata görə 1.600.000 manat pulu güya bu ödəmək istəyir. 2-3 aydır bütün kollektivli yığıb işçilərin hamıya bir məzənnə qoyub ki, hərəniz ayda bu qədər gətirib verəcəksiniz mən. Biz bunu ödəməli. Xadimədən, nə bilim mən, xəstə baxıcıların maaşlarından pul tutur yığır ki, biz bunu ödəməliyik. Belə bir şey mi olar? 1 manatda ödənməyib. Bu adam necə oturub işləyir burada? Bunu bütün xalq, bütün artıq Azərbaycan ictimaiyyəti, bütün mat-məhtəl qalıblar. Necə qalıb işləyir? Bu adam niyə görə bu günə qədər həbs olunmuyor? Cəmaət bunu istəyir, biz faktlarla danışırıq. Onlar isə bizə hədə qorxu gəlirlər, xanıma görürsə, ölümlə hədəliyir, qorxuzur bunu bu. Gah gedib bir-iki nəfər mətbuatdan gedib soruşublar ondan, gah deyib o xanımın başı xarabdır, gah deyir o xanım həyasız xanımdır, gah deyir o xanım bizə şəratı müxtəlif gözdən salmaqdan ötürü, öz çirkin əməllərinə don geyindirmədən ötürü bu xanımı müxtəlif bəhanələrlə körləmək istəyir. Kim gəlib onun əqlini yoxlamaq istəyir, buyursun, xanım Sabirabaddadır, gəlin yoxlayın onun əqlini də, onun yaşayış tərzini də, onun verdiyi məlumatları da yoxlayın, görün, yalandır, düzdür. Yalandır, düzdür, gəlin yoxlayın. Həsən Hüseynovun dedikləri əlbəttə ki, yanlış deyəcək, yalan deyəcək, əlbəttə ki. İşçisini işlədir orada. Kamran adına adamdır. Özü ilə gətirib. Sənədi saxta, diplom saxta, hüquqşünasdır. Bu adam bütün bunlara göz yumur. Şillə vuranlar şaxırıyor orada. Vüqardır, nədir o? Abdelkadir deyirlər, Ruslar, insan resursları. 11 nəfər deyir, axırana saxlayır xəstəxanada. Şəxsi axırana, şəxsi. İndi göd ondan soruşun, ben deyəcək ki, bu xəstəxananın axranasıdır. Bunun hamısına bir don geyindirib yola salır və yola salınan adamlar da məqsədlidirlər. Məqsədlidirlər. Belə bir mafyozlaşma, belə bir mafyoz qruplaşma ola bilməz ölkənin, bu Azərbaycan hüquqi qanuni dövlətdir. Mən sizi inandırıram ki, bu möhtərəm prezidentimizin qulağına çatsa, bunların hamısını məhv eləyəcək burada. Amma burada 3-cü, 4-cü ranglı məmurlar Həsən Hüseynovu müdafiə edirlər və hökumətimizə və dövlətimizə də xəyanət edirlər o adamlar. Bunları təcili araşdırmaq lazımdır. Bu bütün Respublikaya, Azərbaycana görk olmalıdır Həsən Hüseynovun həbsi. Həsən Hüseynov həbs olunmalıdır. Bu adam cinayətkardır. Müxtəlif yalanlar danışaraq çirkin əməllərinə don geyindirib hamını aldadır. Yalan danışır. Həqiqətlər ortadadır. Buyurun xəstəxanaya, gəlib yoxlasınlar. Sabirabad əhalisinin, Sabirabad rayonunun içərisinə monitorinqlər aparılsın açıq şəkildə. Sorğular keçirilsin, görsünlər bu Həsən Hüseynovdan nələr danışılır. Bu yalan danışır, yoxsa xalq, cəmaət yalan danışır. Bu biabırçılığa son verməkdən ötürü, bu bizim nəinki təbibin imicinə ləkə gətirir. Tək təbibin imicinə ləkə gətirmir bu. Bizim dövlətimizin imicinə ləkə gətirir bu tip adamlar. Və biz də həmin bu vətənin evlatları olaraq, həmin bu dövlətin xidmətçiləri olaraq belə bir ünsürlərə qarşı mübarizə aparmalıyıq, əl-ələ verib hər birimiz. Biz buradan bir daha müraciət edirik. Həsən Hüseynov dərhal, əgər araşdırma aparırsa xanımın döyüldüyünə görə 1.600.000 manat yeyintiyə görə həbs olunmalıdır. Dərhal həbs olunmalıdır bu adam. Biri-birindən 1000 manat borc pul alır. Qaytara bilmir, atıb həbsxanaya 3 il iş verirlər.
1.600.000 dövlət əmlakını bu adam yeyib orada bir ildə oturub gözün üstə qaşın verdiyen yoktu. Həbs olunmalıdır, təcili biz ictimaiyyət olaraq tələb edirik bunu. Çox sağ olun, gecəniz xeyrə qalsın, davam edəcək bizim bu videolarımız. Mənim yoldaşım Sabirabad rayonunun mərkəzi xəstəxanasında işləyirdi. Həsən Hüseynov gələndən çox haqsızlıqlara yol verildi. Mənim yoldaşımdan pul istəndi. Rüşvətxorluq orada baş alıb gedir. Hegemonluq baş alır gedir. Kim nə cür istəyir, o cür də hərəkət eləyir. Mənim yoldaşım müəyyən orqanlara yazdığına görə, yəni gördüklərin, xəstəxanada baş verilən prosesləri gördüyünə görə, müəyyən orqanlara yazdığına görə Həsən Hüseynov otağına çağırıb və Həsən Hüseynov tərəfindən mənim yoldaşım döyüldü və işdən azad oldu. Niyə görə? Çünki mənim yoldaşım bu yeyintini üzə çıxartdığına görə, əlini ayağına dolaşdığına görə uzaqlaşdırdılar işdən. Deməli, onun yeyintisi 1.571.000 arxasını demirəm hələ, yəni ki, çatdırıb demək olmur. Bunlar necə çöldə qalır, necə azadlıqda yaşayırlar. Bunlar hamısı həbs olmayana qədər, tutulmayana qədər mən bu işin axırına kimi gedəcəm, sonuna qədər gedəcəm, dayanmayacam. Ana ölümləri başa. Ana ölümləri də baş alıb gedir, körpələrin ölümü baş alır gedir. Belə haqsızlıq heç bir yerdə görükmür.